Bugün 2026 ildir, yanvar ayıdır. Yanvarın 15'inde də mənim deməli 76 yaşım oldu, keçdim 77'ye. Evdə yoldaşım ki yoxdur deyə, yəni rəhmətə gedib deyə, tək yaşayıram. O evdə deməli axşamlar oturub fikirləşirəm. Yada salıram keçmişləri. Keçmişlərsiz yaşaya bilmirəm. Çünki elə adamlar var ki, onların keçmişlərini onlar yada salmaq istəmirlər. Çünki o keçmişlərində müxtəlif faciəli hadisələr olub, nə bilim nələr olub, yada salmaq istəmirlər. Amma mənim keçmişim o qədər gürültü ilə, o qədər gözəl keçib ki, oturup başlayıram bir-biri xırdalamağa. Onlardan biri haqqında danışmaq istəyirəm. Bu cavanlara aiddir. Cavanlar əgər bundan bir ibrət dərsi götürsələr, bir 5 nəfər adam götürsə, mənim üçün böyük bir dənə xoşbaxtlıq olar. Günlərin bir günü, deməli, özümə böyüyüb, özümü tanıyandan sonra başa düşdüm ki, mənim atam yoxdur. Yani keçmiş 1941-45-ci illər müharibəsində Ukraynanın çöllərində haqq-nahaq gedib burada deməli həlak olub. 2 qardaş qaldıq, anam ərə getmədi, xəstə nənəm. Bax bu deməli bu ailə və mənim çiynimə böyük bir yük düşdü. Bu mənada ki, mən orta məktəbin 7-ci sınıfını bitirəndə o vaxtı 7-dən sonra şəhadətnamə verirdilər. Şəhadətnaməni aldım, getdim işləməyə, fəhləlik eləməyə. Bu xarrat sexində həm şagird idim, həm də fəhlə idim. Yəni bu mənim üçün bir fəxr idi ki, mən işləyirəm, mən az da olsa evə pul getirib yərəm. Sonra qabağımda belə bir məsələ durdu. Anam dedi ki, aton deyib ki, əgər mən gəlməsəm, bu 2 uşağı elə böyüdüklə ki, ələ baxan olmasınlar. Bax, bu vacib sözdür ya. Bu söz 15 yaşında məni tutdu. Tutdu ki, ələ baxan olmaq çox faciəli bir işdir. Düyünləri 400 manata cavan uşaqlar gedib işləmirlər. Deyirlər, bu nə puldur ki ya, biz gedib işləyək. O vaxtı 77 manata mən işə başladım. Universiteti qutaran adam, jurnalistikanı qutaran adam 77 manata işləyirdim mən. Çünki bilirdim ki, sənin özündən asılıdır. Bu 77 manatı sən qaldıra bilərsən. Əgər səndə o həvəs, cüssə varsa, sən eləyəcəksən bunu. Ona görə də mən universitetə daxil oldum. Qutaran ili özü o vaxtı 5 il idi. 5 il oxuyurduq. Deməli, elan vuruldu universitetin qapısında ki, tələbələr, əgər siz maşın sürmək üçün deməli, kurs keçmək istəyirsinizsə, havayı, özü havayı, bəs gəlin filan vaxtı yazılın və dərslər başlayacaq. Uşaqlar, bizim sınıfda olan uşaqların atası biri kolxoz sədri idi, biri hardasa alim idi, biri mənim nə idi. Məndə də ki, ata yox. Bunlar urra ilə hamısı həmən o günü getdilər bu kursu, deməli, kursu oxumağa. Mən də getdim. Gəldim, bir yandım kursun qapısının ağzında, başladım baxmağa. Gördüm ki, yazılır orada ki, biz pulsuz, deməli, kurs sizə dərs keçəcək. Fikirləşdim öz-özümə ki, yaxşı hələ deyil, mən bunu qutardım. Aldım əlimə bu diplomu. Sonra mən bu diplomu neyniyəcəyəm? Hələ mən fikirləşirəm ki, jurnalistikanı qutarmışam. Mən ələm bu işə düzəlməliyəm ələm. Bu maşın hardan gəldi, çıxdı ortaya. İkincisi, bu maşını mən hardan alacağım? Kim alacaq, verəcək mənə? Elə bir adam yox. Anam səhər gedir, düz gecə yarıya qədər işləyir. O vaxtı belə bir məktəb var idi. İndi də durur məktəb. Sovetskidə, yuxarıda. Hələ bu sökülmüyor bura.
Yani əskərliyə getmiş ailelerin uşaqları oxuyurdular orada. Həlak olanların uşaqları oxuyurdular orada, orta məktəbdə. Səhər, günorta, axşam bunlar yemək yeyirdilər. Anam da aşpaz idi. Gece gündüz o alovun qabağında yanırdı. Axırda ürək xəstəliyinə tutuldu və onunla da pensiya çıxdı. Fikirləşdim ki, mənə bu maşını kim alacaq? Mən elə iş tapa bilmirəm özümə. Ona görə də qayıtdım dala. Bu birinci. İkinci, qutarandan sonra universitetə aldım əlimə diplomlu jurnalistkanı. Getdim televiziya. Mənə dedilər ki, 3 ay işte havayı görək ki, sən kimsən? Dedim, bu 5 yıl oxumuşam da. Dedilər, yox, görək təcrübə keçirsən. Gəldim redaksiyaya, Bakı qəzetinə. Bakı qəzetində də Nəsir İmamquliyev əgər məni orada görsəydi, götürərdi işə, 100% əminəm buna. Çünki mənə onun köməyi çox olub. Amma uşaqlar yanında, o şöbədə işləyənlər mənə qeydilər ki, 3 ay işləməlisən burada. Sən pulsuz, parasız. Gördüm, yox, ailə saxlayıram mən axı. Mən pul, universitetdə oxuya-oxuya mən işləmişəm axı. Alınmadı. Getdim başqa bir yerə, alınmadı. Bir mənim tanışım var idi. Deməli, bu kino komitəsinin sədrinin müavini idi. Allah onu rəhmət eləsin. Deməli, Kəmbiz Allahverdiyev. Çox bacarıqlı bir insan idi, Gəncəli idi. Qohum idi. Onun yanına getdik. Hara zəng elədi, kimlərə dedi, tanışına, bilişinə, hər yerdə dedilər ki, biz gözləsin, indi hələm iş yoxdur. Qeyddi ki, aydın görsən, bax, mənim tanışlarım da heç biri yaramır işə. Axırda dedi ki, kinoprokatda bir yer var, zəng elədi, 77 manat maaşa. Mən getdim 77 manat maaşa fotoqraf işlədim. Universiteti qutarıb jurnalistika diplomunu alandım. Deməli, oturdum, fikirləşdim. Axşam gəldim evə. Dedim, ilahi, əlimi tutdum göyə. Dedim, ilahi, mən səndən çox şey istəmirəm. Bugün də mən deyirəm ki, ilahi, mən səndən çox şey istəmirəm. And olsun Allaha. Sən mənə haradasa 120 manatlıq iş ver. Mən bilim ki, bu 120 maaşla mən ailəmi dolandıracağım. Ailə yox idi hələm. Sonra da fikirləşdim ki, dedim, ilahi, mənə elə bir adam qismət elədiyən ki, mənim bu kasıb vücuduma, yəni belə yaxın olan adam olsun da, başa düşsün məni ki, məndə pul söhbəti yoxdur. Yəni, mən əgər bir parça çörəyi tapıb qoya bilirəmsə ortaya, bu mənim xoşbaxtlığımdır. Bu ikinci. Üçüncü də, ilahi, mənə kömək eləyinən bir dənə kömək alım, bir evim olsun. Orada mən başıma, necə deyərlər, salım o evə, tavan olsun. Və orada ailəmi mən saxlaya bilim. Çünki 2 otaq vermişdilər bizə, evimiz daşqını vaxtında 61-ci ildə 5-ci mikrorayona köçmüşdik. 2 otaq, qardaşım da əskər idi. Gələndən sonra evlənməli idi. Mən evdən çıxmalıydım. Böyük qardaş kimi. Belə bir qanun vardı bizim ailəmizdə. Ona görə də o evi mən Allahdan qismət istədim. Bir də axırda bir şey Allahdan dedim, da bundan sonra səndən heç nə istəməyəcəm. Və bu günə qədər də heç nə istəmirəm. Dedim ki, o vaxtı qeyddim ki, ilahi, xahiş edirəm səndən, mənə 75 il ömür verginən. 75 il ömürdə mən bu həyatda yaşayım. Çünki mənim qabağımda bir sual durur. Bu həyata niyə gəlmirsən? Sən bu həyatdan nə istəyirsən? Bax, onları mən həyata keçirdim. Və sonra da axırda deyim ki, mən həyatdan nə istədim, nə oldu? Bilmirəm ələm nə olacaq. Yəni, Allah öyle bir günən ki, həqiqətən mənim sözlərimi eşitdi. Mənə işte 90 manat maaş, 77 manat maaş verdilər. Dedim, ilahi, bana da min şükür. 77'ni mən sonra elədim 90 manat. Sonra elədim 100 manat. 100 manat eləyəndə o kinoprokatda bir vərəqə çıxırdı.
vərəqə. Yəni reklam vərəqəsi. Filmlərin deməli reklamı idi orada. Yeşə-yeşə palas reklamlar gedirdi. Mən icazə aldım rəhbərlikdən və onu mən elədim qəzet. Kino qəzeti. Bu, mən fəxr edirəm o ilə ki, Azərbaycanda kino mətbuatının təsisçisi, yaradıcısı mən olmuşam. Həqiqətən də bunu hamı bilirdi. İmza gelirdi Kinoprokatın müdürünün imzası Süleymanov, amma əslində bu qəzeti mən buraxırdım. 66-cı ildə Moskvada olanda, orada seminarda baxdım, gördüm ilahi, bütün respublikalardan gələn, 15 respublikalardan gələn adamlar hamısı əllərində qəzet də getirib gəlirlər, jurnal da getirib gəlirlər. Ermənistan kimi bir ölkə də jurnal getirib gəlir. Özbekistan şeydə də var, o Gürcistanın da jurnalı var. Ama Azərbaycan deyil bu. Azərbaycanda niyə olmasın bu jurnal axı? Gəldim Bakıya, məsələni qaldırdım. Mənə dedilər ki, təxminən bundan biraz enni icazə veririk. Dedim, bu buydana jurnal olar. Amma dedim, hə, razıyam mən buna. Oldu bu jurnal. Sonra heç kimdən icazə almadan mən bunu elədim, 2 dəfə böyük elədim bunu. Həm hündürünə, həm də eninə. Saldım bunu jurnal sifətinə. Orada belə maraqlı, çox maraqlı materiallar gedirdi və oldum qəzetlə, jurnalın, kino qəzetçisi ilə film jurnalının baş redaktoru. Dayanmırdım mən. Mən jurnalistkan qurtarıb gələndə Kinoprokata inqilab eləmək istedim. İnqilab, yəni ki, mətbuat sahəsində və elədim də. Və mən bununla xoşbaxtam ki, o vaxtı kino qəzetçisi çıxırdı, film jurnalı da çıxırdı və mənim müəllimim, əziz müəllimim Bəxtiyar Vahabzadə günlərin bir günü, mən ona zəng eləmişdim tamam başqa şeydən ötəri. Çünki türklər gələndə bura, o bilirdi ki, onun evinə qonaq gələcəklər. O ilə bağlı zəng eləmişdim. Dedim, Bəxtiyar müəllim, Aydın Kazımzadə deyə, ya Dursun tələbə. Qeycələ, o Aydın, məndə tələbə olmuşsan, dedim, hə. Dedim, hə, sənin deyir, bu kino qəzeti ilə o film jurnalın mənim evimdə deyə, uşaqlar deyir, alırlarımını, cavan uşaqlar, balaca uşaqlar alırlarımını. Və mən də oxuyuram onu. Bunu deyəndə qulaqlarım elə bilginən ki, belə şəkləndi, əməlli başlı ki, necə yəni, Bəxtiyar müəllim mənim jurnalımla qəzetimi oxuyur. Deyir, orada elə materiallar gedir ki, mən deyir, mütləq oxuyuram bunları. Mən fəxr elədim bu ilə. Fəxr elədim ki, ilahi, mənim deyəsən bu, deməli, xahişlərimin birincisi yerinə yetdi, ikincisi yerinə yetdi. Mənim maaşım oldu 120 manat və ondan yuxarı qalxmadı. Pensiya çıxana qədər qalxmadı. 120 qaldı. Mənə Heydər Əliyev ev verdi. Bax, bu mənim xahişim də yerinə yetirildi. Kino işçilərinə, televiziya işçilərinə Əhmedilidə evlər verildi. Bütöv bir bina. Ona yanaşı kino işçilərinə 10 nəfərə verildi. O cümlədən mənə də. Və bunun da yerinə yetirildi. Və sonra mən başladım artıq, gördüm ki, deməli, kataloqlar, yəni ki, kino kitabları həddindən artıq çox azdır. Baxmayaraq ki, Elmlər Akademiyasında ayrıca şöbə var. Amma kitab, məndə kitab var idi, Məsumə xanım Rızayevanın kitabı, bir də var idi, Nazim Sadıxovun bir kitabı var idi. Biri bədii film üzrə yazmışdı, biri də sənədli filmlər üzrə. Yəni, bunlardan başqa ayrı şeylər yox idi. Bir də broşura şəklində kataloq var idi. Və mən başladım kinomuzun o filmlərini toplayıb kataloqlar eləməyə. Broşuradan başlamış, 2003-cü ildə, 2003-cü ildə gərək ki, ya 2002-ci ildir, 2 cildlik filmlərin kataloqunu buraxdım. Və ondan sonra həvəsə düşdüm, başladım yığmağa filmləri. Yəni, 63-cü ildən yığırdım filmləri. Yəni, gecə-gündüz başladım işləməyə. Televiziya əl atdım, gördüm 120 manat çatmır dolanmaq üçün. Artıq 2 uşaq var idi,
İki oğlan uşağı böyüyürdü. Pul lazım idi. Yoldaşım da işləyirdi. Tibb bacısı idi. Və o da mənə çox kömək eləyirdi. Və beləliklə də deməli mənim bütün şərtlərim yerinə yetirilirdi. Bir şərtdən başqa. Bu şərtdən çox qorxurdum. 75 yaş. Çox qorxurdum çünki Allah mənim bütün şərtlərimi yerinə yetirmişdi. Və niyə görə bu günləri mənim 76, 86 daha doğrusu. Mən 70'a cavanlaşdırıram özümü. Mənim 86 yaşım tamam olur. Mən qorxa-qorxa bu illər gəldikcə qorxuram. Amma sonra fikirləşdim ki, yox. Bunun bir kökü var, mənası var. Sən demə, Allah mənə icazə verib ki, sən əgər cəmaatı maarifləndirirsənsə və o kitabları yazmaqla olmayan şeyləri yerinə yetirirsənsə, mən sənin ömrünü uzadacağım. Ona görə də bir kitabı qurtarmamış, mən ikinci bir kitab haqqında düşünürəm. Mən 4 cildlik Allah o Şərq-Qərb nəşriyyatını qorusun və onun rəhbəri Sevil xanımı mən onu özümə bacı hesab edirəm. Niyə görə? Çünki gəlib ilk dəfə onunla tanış olanda dedim Sevil xanım, Cəfər Cabbarlı mənim mənəvi atamdır və o mənim adımı Aydın qoyub. Onun vasitəsilə atam qoyub bu adı mənə və sənin də adını Sevil qoyub. Onu Cəfər Cabbarlı eləyib. O göndərir şərti sənin valideynlərinə, sənin valideynlərin adı qoyurlar sənə. Biz bacı qardeşik. O bacı qardeşlik bu günləri əziz bir insanlara, qohumundan da irəli bir insanlara çevriliblər.